Salam əziz tamaşaçılar, bugündən Xəzər televiziyasında yeni layihəyə start veririk. Ölkədə baş verən önəmli hadisələrlə bağlı məsələlərə aidiyyatı dövlət qurumlarının rəhbərləri ilə aydınlıq gətirəcəyik. Cavabdeh layihəsinin ilk qonağı Dövlət Xüsusi Ehtiyatlar Agentliyinin sədri Zaur Mişaylovdur. Xoş gördük Zaur müəllim. Xoş gördük, xoş gəldiniz. Bugünkü sualları Report İnformasiya Agentliyindən həmkarım Tuncay Türbəndəzadə ilə birlikdə təqdim edəcəyik. Tuncay, sizi də xoş gördük. Salam aleyküm. Zaur müəllim, normadan artıq yağan yağışlar nəticəsində bir sıra ərazilərdə çətinliklər müşahidə edildi. Eyni zamanda sizin qurum tərəfindən operativ işlər də görüldü, operativ qərargah da yaradıldı. Aparılan təhlillər hansı nəticələri ortaya qoydu? Yəni, problemin konkret səbəbləri araşdırıldı. Həmin səbəblərlə bağlı istəyərdik siz məlumat verəsiniz. Çox sağ olun. Birincisi, xoş gördük sizi. Bir daha xoş gəlmişsiniz. Bu verilişində uğurlu olmasını arzulayıram sizə, uğurlar arzulayıram. Verdiği sual çox aktualdır. Təbii ki, ilkin təhlillər aparılıb. Bu təhlillərin sadəcə bir həftə ərzində 10 gündə aparılması deyil, uzun müddət daha təhlillər aparılacaq. Amma ilkin nəticələr əlimizdə var. Dediyiniz kimi, bu mart ayının 27-28-i olan və ondan bir həftə sonra daha gələn yağışlarda intensiv yağışlar yağdı. Həddindən artıq böyük yağışlar yağdı. Sizə bəzi rəqəmlər deyim. Bakı və Abşeron yarımadasının illik yağıntı norması 235 millimetrdir. Yəni bu təxminən 235 litr bir kvadrat metrəyə su deməkdir. Bunu rəsmi məlumatlara görə sadəcə 27-28 mart tarixlərində yağan yağışın miqdarı 143 millimetrdir. Bu quru bir rəqəm kimi gələ bilərsə, sadəcə sizə illik müqayisədə onu deyim ki, bu illik yağan normanın 60% deməkdir. Yəni Bakı və Abşeron yarımadasına uzun müddətli araşdırmalara görə olmuş normanın 7 ayda yağan yağışı sadəcə 2 gündə yağıb. Bu, həddindən artıq böyük bir rəqəmdir, bu, hətta fövqəladə bir vəziyyətdir. Bütün bu yağışlar təbii ki, bizim var olan sistemlə və çuxur olan bölgələrimizin, bizim Abşeronun digər bölgələrində böyük su basma və daşqınlara səbəb olmuşdur. Bununla yanaşı, dediyiniz kimi, bizim əməkdaşlar həm yağışdan əvvəl, həm də yağış müddətində də böyük işlər görürlər və hal-hazırda da görürlər. Yəni işlər sadəcə yağış vaxtı görülən işlərdən ibarət deyil. O yağışın təsadları çox daha uzun müddət özünü göstərir ki, böyük ehtimalla bu haqda sizinlə bugün müzakirə edəcəyik. Və bu yağışların və bu bölgələrin suyu da şəhərin mərkəzindən keçərək bizim təmizləyici qurğulara gedir. Və bu da həm o daşqın olan yerlərdə və digər yerlərdə də təsirini özünü göstərir. Amma mən burada fürsətdən istifadə edərək siz də vurğuladığınız sualınızda həm bizim sıravi əməkdaşlarımıza, amma bununla yanaşı Fövqəladə Hallar Nazirliyi əməkdaşlarına, rəhbərliyinə, Bakı şəhər meriyasına, icra hakimiyyətinin başçısına və onun əməkdaşlarına, bununla yanaşı bizim Avtoyol Agentliyinin əməkdaşlarına, Azəreşıq, Azərenerji, bütün bu qurumların da həm rəhbərlərinə, həm də onların sıravi işçilərinə çox dərin minnətdarlığımı bildirmək istəyirəm. Bununla yanaşı bizim əziyyət çəkən vətəndaşlarımız, bizim işçilər orada işləyərkən bizim bir çox vətəndaşlarımız onlara səbirlə hətta yardım ediblər, köməkli ediblər. Onların hamısına mən öz təşəkkürümü bildirmək istəyirəm. Mənə elə gəlir ki, bax bu vəhdət, mən bunun adını belə qoyardım, o həmin günlərdə bizim çox daha böyük fəsadlardan, çox daha böyük fəlakətlərdən qorumağa səbəb oldu. Təbii ki, problemlərimiz var, fəsadlar var, amma mən əmin olun ki, reallıq onu göstərir ki, bu işbirliyi olmasaydı, bu yardımlaşma olmasaydı və bizim o işçilərimizin 24 saat fədakar işləməsi. Yağışlar bir həftədə bitib, amma o insanlar hələ də 24 saat yerində işləyirlər. Bir çox yerlərdə 24 saat durmadan işlər davam etdirilir. Onların o fədakar xidməti sayəsində biz hələ də normal vəziyyətdəyik. Zaur, bu təhlillər nəticəsində artıq bəzi boşluqlar üzə çıxdı da. Növbət dəfə indi yazdı, yenə də yağışlar ola bilər. Buna hazırlıq hansı səviyyədədir? Yəni elə bir an varmı ki, deyək ki, bu nəzərə alınacaq, bundan sonra o bir sıra o problemlər artıq olmayacaq. Yəni belə bir qabaqlayıcı bir tədbir varmı? Bu yağışlar, bu iqlim dəyişikliyi ilə əlaqəli olan yağışlar onu göstərir ki, biz ildə bir-iki dəfə bu vəziyyətlərlə qarşılaşacaq. Təbii ki, ümid edirik ki, bu miqdarlarda olmayacaq, çünki bu yağış son 100 ildə belə olmayan yağışdır, amma bunu qədər də olmasa, bunun yarısı qədər yağışlar mütləq olacaq. Biz buna hazır olmalıyıq. Mütləq şəkildə bunlar olacaq, çünki iqlim dəyişikliyi sadəcə quraqlıqla özünü büruzə vermir. Normalda hissə yağan yağışlar intensivləşib çox qısa müddətdə böyük yağışlar yağır və ondan sonra da təzədən uzun müddət quraqlıq əmələ gəlir. Və biz bunu həm yaz, həm payız zamanlarında qarşılaşacaq. Və bunları düşünərək də cənab Prezidentimizin tapşırığı ilə keçən ildən Bakı və Abşeron yarımadasının içməli su və yağış kanalizasiya kollektorlarının təkmilləşdirilməsi dövlət proqramı hazırlandı. Bu proqram 10 il boyunca
icra olunacaq və bütün bu məsələlərin mərhələli şəkildə həll olunması üçün bizə böyük köməklər edəcək. Çünki reallıq onu göstərir ki, hal-hazırda bütün bu sular bir mərkəzə, bir kollektorlara yığılır, amma biz bunu bölüşdürüb daha fərqli yerlərdə insanların həm daha uyğun suya əl çatanlığı, həm kanalizasiya xidmətinə əl çatanlığı, həm də bu cür yağışların daha fəsadsız, daha az fəsadla kənarlaşdırılmasını əldə edəcək. Bu cür halların əsas səbəbləri yalnız iqlim faktorudur, yoxsa infrastruktur problemlər rol oynayır? Bu təbii ki, sadəcə iqlimə bağlamaq mümkün deyil. İqlim bizim əlimizdə olmayan və ya hətta ki Azərbaycan və ya hətta ki bu bölgənin ölkələrinin təsir edə biləcəyi bir şeydir. Bu dünya qlobal bir problemdir. Bu iqlim sadəcə bu yağışların bu şəkildə, intensiv şəkildə yağmasını ortaya çıxardır. Bu miqdarda yağışa infrastruktur qurmaq onsuz da qeyri-mümkündür. Dünyanın heç bir yerində bu cür şeylərə hazırlıq görülə bilməz. Yəni dediyimiz kimi, düşünün ki 7 ayda yağan yağış 2 gündə yağırsa, sizin kanalizasiyalar bu 2 gündə 210 gün arasında fərq deməkdir. Yəni kanalizasiya xəttləri indikindən 100 dəfə böyük olmalıdır. Bu qeyri-mümkündür. Bu reallıq deyil. Amma var olan infrastrukturda həmin o bizim istismar etdiyimiz infrastrukturlarda köhnəlmələr, onun istismarındakı problemlər, bunlar bu problemin daha da çox büruzə gəlməsini, özünü göstərməsinə nəticə gətirib çıxardır. Bilirsiniz, son 30 ildə, bundan 30 il bundan qabaq 80-ci illərin sonu, 90-cı illərin əvvəlində o keşməkeşli zamanlarda çox böyük urbanizasiya, çox böyük köç, bizim şükür Allah bu dəqiqə azad olmuş Qarabağ əhalisi, köçkünlər, məcbur bunlar hamısı Bakıya gəldi və onlar plansız olaraq burada tikintilər, məskunlaşmalar baş verdi. Bu yerlərdə kanalizasiya olmadan hər biri üçün ayrıca bir nasos qoyuldu və o nasoslarla sular var olan şəhərin kanalizasiya sisteminə ötürüldü. Və bunlar davam etdikcə normal yaşayışda o kanalizasiya şəbəkələri onu götürür. Amma bu cür yağışlara ona dözüm gətirməsi qeyri-mümkündür. Və infrastrukturun köhnəlməsi və həddindən artıq yüklənmiş olması hal-hazırda bu cür yağışların qarşısını götürə bilməz. Ona görə də həmin o dövlət proqramımızda bunu dediyimiz kimi yayılması, yəni şəhərin mərkəzindən var olan kanalizasiya sistemlərinin yox, yeni kollektorların tikilməsi ilə o suyun fərqli istiqamətlərə apararaq bu köhnəlmiş kollektorun istismarının daha da çox bərbad vara salmaması üçün onları boşaldıb onların təmirinə keçməyə planlaşdırır. Zaur müəllim, bu son yağışlarda, normadan artıq yağan yağışlarda sanki bütün Bakının yağışı Keşlə qəsəbəsində idi. Və orada kollektorun üzərində tikilən evlər bu prosesə mane olurdu. Və bir məqam var ki, bu evlərin bir çoxunun, ümumi rəqəmdə 1600-dən çox, səhv eləmirəmsə, belə bir rəqəm var ki, 1600-dən çox qanunsuz tikili var kollektorların üzərində. Keşlə qəsəbəsindəki ev indi çıxarışının olmadığı bildirilirdi. Amma bu evlərin arasında çıxarışı olan evlər də var. İndi Keşlə qəsəbəsindəki ev söküldü, o kompensasiya məsələsi gündəmdədir. Həmin o 1600 ev və eyni zamanda Keşlə qəsəbəsindəki ev konkret həmin evlə bağlı kompensasiya necə tənzimlənəcək? 1600 dediğiniz rəqəm bizim sadəcə indiyə qədər var olan bildiyimiz kollektorların üzərində tikilmiş qanunsuz evlərin sayısıdır. Reallıqda bu rəqəm çox daha böyükdür. Çünki məsələ sadəcə kollektorun üzərində tikilmiş bir evdən getmir. Əgər siz görmüsünüzsə o Keşlədəki evi, onun yanında bitişiyində olan evlər də, onlar da həmin kollektorun mühafizə zonasında yerləşirlər. Çünki oraya olacaq müdaxiləni edə bilmək üçün orada texnikanın, ekskavatorların ora gəlməsi üçün yəqin ki görmüsünüz, orada evin 9 metre altından kollektor gedir. Yəni 9 metrelik bir katlaman qazmaq üçün çox daha böyük geniş ərazi lazım olur. Yəni ona görə də bu cür kollektorların mühafizə zonası əslində çox daha böyükdür. Onun diametrinə görə 10 metre, 15 metre, 20 metreye qədər davam edir. Bu evlər vaxtı ilə tikilib, indi dediyiniz o məsələ qanunsuz və sənədsiz evdir, amma bunlar arasında təəssüf ki sənədi olan evlər də var. Yəni bu proses artıq davam etdirilir. Nazirlər Kabinetinin qərarı ilə bir komissiya yaradılıb və bütün bu kollektorlar və içməli, sadəcə kollektorlardan getmir söhbət. İçməli su magistral boruların üzərində də belə evlər var. Bunların yoxlanılması aparılır və bunlar bizim dövlətin bir gözəl qanunvericiliyi var və qanunlar, qaydalar var. Bu çərçivədə həll olunacaq. Həmin evlərin hüquqi olaraq, hüquqi müstəvidə həll olunması üçün bizim hökumətimizin, icra hakimiyyətimizin və Fövqəladə Hallar Nazirliyinin qaydaları var. Onun əsasında da o kompensasiyalar mən əminəm ki, ödəniləcəkdir. Zaur müəllim, Cənab Prezidentin rəhbərliyi ilə keçirilən müşavirədə siz dövlət proqramı haqqında ətraflı məlumat verdiniz. Konkret faktlarla, statistik məlumatlarla Bakı və Abşeron yarımadasındakı vəziyyəti gördük. Dövlət proqramı təsdiqləndi və artıq işlərə başlanılıb. Cənab sədr, sakinləri maraqlanan ən
mühüm məsələ budur ki, biz bu dövlət proqramı nəticəsini neçə ildən sonra görməyə başlayacağıq. Gözəl sualdır. Təbii ki, əhalimizin, vətəndaşlarımızın ən çox maraqlandıran sadəcə proqramın təsdiq olunması və onun icrası deyil, bunun nəticəsi nə vaxt görsənəcək. Proqramın özü 10 illik bir müddətdir. Yəni biz proqram tam həll olundan sonra, inşa edildikdən sonra bunun tamamilə nəticəsini təbii ki 10 ildən sonra görə biləcəyik. Amma bu demək deyil ki, biz işlərin gedişi ilə bəzi problemləri həll etməmiş olacağıq. Kanalizasiya sisteminin əsas problemi nədən ibarətdir? Siz yağan yağışın və ya kanalizasiyanın sadəcə toplanması ilə deyil, onun mənsəbini yaratmalısınız. Bu sular hara axıdılacaq? Axıldıqdan sonra nə olacaq o sular? Təmizlənib yenidən təbiətə qaytarılmalıdır və ya təkrar istifadəyə verilməlidir. Ona görə də hal-hazırda bütün bu sular, yəni siz az önce dediniz, Bakı ətrafı kəndlər hamısı Bakı şəhərinin mərkəzindən axır. Bizim bu proqram çərçivəsində 12 dənə yeni kollektor və bunun böyük bir əksəriyyəti tunel tipli kollektorlardır. Onların inşası nəzərdə tutulub ki, onların yetisində artıq işlər başlandı. Bu kollektorlar olandan sonra, bu təxminən bizim düşüncəmizə görə 28-ci ilin sonu 29-cu il əvvəlində artıq o kollektorlar və onların üzərində qurulacaq 9 dənə bizim təmizləyici, tullantı sularının təmizləyici qurğuları tikiləcək ki, o sular təmizlənsin. Onlar işə düşdükdən sonra bu kimi vəziyyətlərdən biz artıq qurtarmış olacaq. Çünki o suları və bu cür yağışlarda olan suları həmin kollektorlarla dənizə köçürdə biləcək. Yəni artıq o zamandan etibarən insanlar bunun fərqini görəcəklər. Amma iş onda dayanmır, çünki sadəcə kollektorla deyil. Bir də bu kollektorlar üçün şəbəkələr qurulmalıdır ki, evlərin içində və digər yerlərdə olan kanalizasiya suları toplanıb həmin kollektorlara ötürülə bilsin. Onların işləri davam etdiriləcək və orada da mərhələli şəkildə bizim Abşeron yarımadasında 64 dənə belə kənd və qəsəbə var. Onların şəbəkəsi qurulduqca hər bir qəsəbə özünü, ola bilər biri 29-cu ildə, biri ola bilər 30-cu ildə o nəticələri görəcəklər. Zahir müəllim, burada konkret deyək, yeni salınan yaşayış massivinin su kanalizasiya sisteminin qurulmasından getmir, çünki bu asandır. İndi paytaxt Bakıda kifayət qədər məskunlaşma var. Bu dövlət proqramı çərçivəsində böyük işlər gözlənilir. Bu həm də ciddi çətinliklərlə üzləşmə də orada bu məsələdə aktualdır. Çünki yaşayışlar, evlər, yaşayış obyektləri və hansı çətinliklər artıq indidən siz və sizin əməkdaşlar bu məsələlərə nəzərə alıb, hansı çətinliklər ola bilər hadisəyə qarşısında? Qəşəng çox, çətinlərimiz çoxdur təbii ki. Çünki bayaq dediyimiz o problemlər, yəni plansız məskunlaşma, plansız böyümələr, bunlar sadəcə ora yığılan kanalizasiyanın və yağış suyunun miqdarı ilə deyil. Bir də burada qurulacaq şəbəkələrin trassaları dediyimiz, yəni hansı yollardan, hansı istiqamətlərdən aparılacaq. Bildiyiniz kimi su həmişə aşağı tərəfə axarını, yəni siz kanalizasiyanı sağdakı küçə ilə və ya soldakı küçə ilə istədiyiniz kimi apara bilmərsiniz. Bunun aparacağınız nöqtənin, ən üst nöqtəsindən üzü aşağı aparılmalıdır və bunun üçün yollar olmalıdır. Kanalizasiya xəttləri müəyyən bir əyriliklə getməlidir. Çox döngələri olmamalı, çünki hər bir döngə bir təhlükə nöqtəsi əmələ gətirir. Orada kanalizasiyanın gətirilmələri yığışa bilər, tıxanmalara səbəb ola bilər. Ona görə mümkün qədər bütün bunların düzgün xəttlə aparılması və öz axımı ilə aparılması vacibdir. Təbii ki, sonunda yenə həmin kanalizasiya xəttləri, susxanalar qaldırır, çünki ən aşağı nöqtədən onları təzədən təmizləyici qurğuya qaldırıb təmizləmək lazımdır. Çətinliyimiz dediyimiz kimi logistika ola bilər, çünki yollar və bilirsiniz, həm Bakı şəhərinin baş planında təsdiq olunub, bizim master planımız da ki, bu master plan biz 26-cı ildə dövlət proqramı başlamışıq, amma master plan ta 2013-cü ildən işləyərək, təkmilləşərək, hər səfərində yenilənərək bu çətinliklər və çağırışlar öyrənilərək təkmilləşdirilib. Bu proqram çərçivəsində onun həyata keçirilməsində ola biləcək problemlər olur. Logistika ilə, yollarla, bəzi yerlərdə bizim insanların şəbəkə qurarkən təbii ki, küçələri qazmalı olacağıq. Bir çox küçələrimiz çox ensizdir, orada giriş-çıxışları problemlər ola biləcək, insanlara alternativ yollar vermək lazım olacaq. Və bu da həmin proqramın əslində nədən 10 il boyunca olmasını şərtləndirir. Çünki eyni vaxtda hər tərəfdə qazıntı eləmək mümkün olmayacaq. Yəni insanların da hərəkətinə və normal həyatın davam etməsi lazımdır. Bunu mərhələli şəkildə eləmək lazımdır ki, insanların həyatında problem olsa da o minimum səviyyədə olsun. Amma bununla yanaşı təbii ki, bir də ekoloji problemlər ola biləcək. O suların biz düzgün təmizlənməsinə nail olmalıyıq. Həmin təmizləyici qurğular ki, 9 dənə yeni təmizləyici qurğu tikiləcək Abşeronda.
bunların düzgün bioloji təmizlənməsi və mümkün qədər o suyun yenidən istifadə olunması istiqamətində işlər və o suyun da yenidən, yəni təkrar istifadə olunacaq suyun da hansı istiqamətlərdə, hansı borularla, hansı marşrutlarla aparılması, öz təyinat nöqtəsinə götürülməsi planlar var. Onun üzərində dediyim kimi 7 dənə kollektor və təmizləyici qurğu üstündə işlər artıq gedir. Digərlərinin layihələri hazırlanır və bu layihə hazırlanırkən həmin bu məsələlərin çözümləri və problemlər həlli nəzərdə tutulub. Zaur müəllim, bəzi insanlar qanunsuz olaraq su xəttlərinə qoşulur. Su təsərrüfatı obyektlərinin mühafizə zolaqlarında tikinti işləri aparılır. Belə səhvlərdən daha hansı misallar gətirə bilərsiniz? Yəni, ən azından dövlət proqramının icrası zamanı bir daha eyni problemləri görməyək. Çox gözəl vurguladınız. Yəni, bizim qanunsuz qoşulmalar, kollektorların və ya su magistral üzərində tikilmiş evlər, bunlar bizim üçün həm indiki gördüyümüz nəticədə çox böyük problemlər yaradır, fəsadları yaradır. Həmin xəttlərin istismarında çox böyük çətinliklər yaradır. Amma sadəcə bununla biz bunu sadəcə itirilmiş su kimi görməyək. Çünki hal-hazırda böyük itkilər bəs bu bilmədiyimiz qanunsuz xəttlərlə istifadə olunur. Bunun bir də fəsadı o qanunsuz birləşmələrin sızmaları və ya başqa yerdə bir yerdə partlayıb çıxması, suyun başqa yerə getməsi, çünki yerin altına gedir və başqa bir yerdə özünü pürüzə verir. Onlardan da xəbərimiz olmadığı üçün tam başqa bir yerdə bir problemlə yaranmış olur. Halbuki bunun mənbəyi, deyəlim ki, hansısa bir qanunsuz qoşulmadır. Bunlarla yanaşı böyük problemimiz, yəni digər böyük problemimiz Abşeron yaradmasında 300-dən çox göl var. Bunlar hamısı təbii su toplayıcısıdır. Bunların ərazisində bu quraqlıq zamanında, yəni ki, son 25 ildə bir çoxlarının səviyyəsi düşdükcə və daha sonra bəzi şəxslər tərəfindən o bölgələr, o göllər qurudularaq evlər tikilir və ucuz qiymətə insanlara təqdim olunur. İnsanlar da o qiymətin, o evin ucuzluğuna şirinlikərək həmin evi alırlar təbii ki olaraq, ehtiyac olaraq. Amma bu cür yağışlarda həmin o toplayıcı bölgələr su yığılır. Həm ev suyun altında qalır. Həm də o gölün suyun təxliyə edilə biləcək bir nöqtəsi də yoxdur. Çünki ora elə normal olaraq təbii bir su hövzəsidir. Yəni, bu problemlər də çox böyük bizə çətinliklər yaradır və bizim şəhərdə olan, Keçilədə də olan problemlərdən biri də həmin bu göldəki, o evlərdəki altındakı olan suyu biz kollektorlara vuraraq, kollektorların həddindən artıq şişməsinə, suyu daşıya bilməmə səviyyəsinə gətirərək başqa bir yerdə, tam başqa bir bölgədə bir problemi yaratmasına səbəb oluruq. Zaur müəllim, Bakı və Abşeron yarımadasında artıq qurund sularının səthə daha da yaxınlaşması ilə bağlı ciddi bir siqnal var. Belə də əksəriyyəti kanalizasiya sisteminə qoşulmayıb, şambo sistemi ilə və bu özünü bir çox mənada göstərir. Ümumiyyətlə, kanalizasiya sisteminə qoşulmayan evlərin və iaşə obyektlərin sayı barədə bir məlumat varmı və gələcəkdə bu hansı daha ciddi fəsadlara səbəb ola bilər? Sadəcə kanalizasiyadan söhbət ediriksə, Bakı və Abşeron yarımadasının 52% əhalisi kanalizasiyaya qoşulub. Ərazi olaraq Bakı və Abşeron yarımadası sadəcə 39%, yəni 40%-dən aşağı ərazisi xidmət olunur. Digər, dediyiniz ki, 60%-i dediyiniz o, ya primitiv şəkildə kimlərsə xırda şəbəkələr qurub bir çuxur yerə, bir bölgəyə, bir gölə buraxırlar suyu və ya şambolar vasitəsilə. Bu da təbii olaraq həm də bu cür gələn artıq yağışlardan yeraltı suların səviyyəsinin qalxmasına, onun kirlənməsinə, bu çünki sanitar epidemik məsələ də çox vacibdir. Çünki o şambolardan gələn sular həmin yeraltı suların kirlənməsinə səbəb olurlar. Bütün bunları həll etməsinin tək yolu bu kollektorla tikəndən sonra həmin yerlərdə şəbəkələrin qurulub, artıq yeraltı suya kirli və şambo suyunun deyil, kanalizasiya vasitəsilə çıxardılması, yağış sularının isə artıq kanalizasiya girmədən digər kanallarla dənizə buraxılması nəzərdə tutulur. Zaur müəllim, sənədsiz evlərə su xəttinin çəkilməməsi sizcə qanunsuz inşa edilən evlərin sayının artmasının qarşısını ala biləcəkmi? Belə bir qayda 2024-cü ildə Nazirlər Kabinetinin qərarı ilə, 305 nömrəli qərarı ilə qəbul olundu və bu sadəcə su ilə əlaqəli deyil, bütün kommunal xidmətlərinə, yəni qanunsuz və sənədi olmayan evlərə su, işıq, qaz qoşulması artıq qadağan olunub və bunun cinayət məsuliyyəti də var. Bu təbii ki bir stimullaşdırmanın azalmasıdır. Yəni insanlar bir yerdə tikəcək evi sənədsiz olacağı təqdirdə düşünürlər ki, artıq mən nə su və nə qaz, nə işıq əldə edə bilməyəcəm deyə bu onların həmin evin tikilməsinə təsir edəcək. Amma yalnız bunu olması ilə bunu həll olunacaq deyə bir şey yoxdur.
Bunu gözləmək məncə biraz sadəlövlük olar. Çünki torpaq məcəlləsi, torpağın istifadəsi, həmin o tikinti icazə verilməsi, digər qurumlar, onlar da bu işin içində bunun qarşısını almaq lazım. Çünki biz bunu eləmədiyimiz üçün bugün həmin fəsadları görürük. Təbii ki, bu bir stimul olacaq. Yəni insanlara biləcəklər ki, su olmayacaqsa, amma su olmayacaqsa maşınla da su gətirə bilər başqa yerdən və başqa yerdən, başqa adamdan suyu alıb gətirib ora bilər. Ona görə bu kontrol sadəcə kommunalla deyil, digər qurumların vəhdət bir şəkildə bu işə qarşı bərabər hərəkət etməsi və bu cür evlərin tikilməsinə imkan verməməsi çox vacibdir. Düşünürəm ki, bu əvvəlki olan vəziyyətdən çox daha fərqli olacaq, yeni tikilənlərin sayında azalma olacaq, amma bizim böyük problemimiz artıq tikilmiş olan və sənədi olmayan evlərlə onu da bir şəkildə həll etməli olacağıq. Zaur müəllim, dövlət proqramında maraqlı belə bir layihə var ki, dəniz suyunun duzsuzlaşdırılması. Bu suyun keyfiyyəti necə olacaq, dəniz suyuna necə təsir göstərəcək, ekosistemə hər hansı bir zərər olacaqmı? Zəhmət olmasa bunlarda məlumat verərsiniz. Təbii ki, bilirəm, bu barədə çoxlu insanlar danışır və insanları çox maraqlandıran bir sualdır. Çünki Azərbaycanda ilk dəfə belə bir hadisə baş verir. Bildiyiniz kimi, dəniz suyunun duzsuzlaşdırılması və içməli su kimi istifadə olunması üçün dövlət özəl tərəfdaşlığı çərçivəsində artıq Sumqayıt şəhərinin yanında tikintiyə başlanmışdır və bu dəniz suyu duzsuzlaşdırma zavodu ildə 100 milyon kubmetr su istehsal edəcək. Bu da hal-hazırda Bakıda istifadə olunan suyun 25%-dən gəlir. Yəni bu çox böyük bir rəqəmdir əslində. Amma bu dünyada yeni bir texnologiya deyil. Bu var olan bir texnologiyadır. Hətta sizə belə deyim, bizim normal təmizləyici qurğularımız da həmin məntiqlə işləyir. Yəni hər hansı bir su filtrlərdən keçirilərək onun içindəki olan digər maddələr təmizlənir. Ondan sonra ona xlorlanır, biolojik olaraq təmizlənmədən sonra insanlara içməli su olaraq verilir. Duzsuzlaşdırma zavodunun filtrləri buradan fərqli olaraq o qədər məsamələri küçükdür ki, sadəcə içindəki bərk olan maddələr deyil, içində hətta əridilmiş duzu da oradan çıxardır və duzsuzlaşdırır. Yəni texnolojik olaraq iş eynidir. Normalda deyəlim ki, 40 atmosferlə, 30 atmosferlə işləyən filtrlər duzsuzlaşdırmada, çünki orada məsamələr çox daha balacadır, 70 atmosfer təzyiqə qədər düzəlir ki, içindəki duzu da çıxartsın. Bu, dediyim kimi, dünyada çox yayılmış bir texnologiyadır və bildiyiniz kimi, Yaxın Şərq ölkələrində, Ərəbistan yarımadasında suyun əksəriyyəti bu şəkildə verilir və suyun təmizliyində, zərərsizləşdirmədə heç bir problem yoxdur. Hətta digərlərindən çox daha təmiz ola bilər, çünki daha sıx filtrlərdən keçirilir. Ondan sonra onun təzədən biolojik olaraq yenidən içindəki lazım olan minerallar düzəldilərək içməyə verilir. Yəni, təhlükəsizlik və sağlamlıq açısından heç bir əksikliyi yoxdur. Hətta bəzi yerlərdə danışmaq olar ki, daha üstün ola bilər. Bunun bir də ekoloji tərəfi var. Təbii ki, bilirsiniz, bu dövlət özəl tərəfdaşlığı konsorsium tərəfindən idarə olunur və onlar da təbii ki, bunu kredit vasitəsi edirlər və bütün kredit təşkilatları da ətraf mühitə təsir konsepsiyasına çox önəm verirlər və bu layihədə də həmin araşdırma aparılıb. Yəni bizim sudan çıxartdığımız əlavə duz yenidən dənizə qaytarılması bunun suya, biometriyasına, onun içindəki flora və faunaya təsirli ölçülüb və minimum səviyyədə, yəni qəbul edilən standartlar içində və beynəlxalq ekspertlərin də qəbul etdiyi və beynəlxalq maliyyə kredit təşkilatlarının da qəbul etdiyi səviyyədə olduğunu ölçülərək bu şəkildə dizayn edilib və tikiləcəkdir. Yəni təsirsiz bir şey yoxdur, amma o təsir mümkün olan və icazə verilən standartlar içindədir. Zaur müəllim, keyfiyyətdən danışmışkən, Dövlət Su Ehtiyatları Agentliyi rəsmi olaraq açıqlamalarında bildirir ki, laboratoriyalardan biz suyu test edirik və ən yaxşı keyfiyyətdə ötürülür. İndi boruların keyfiyyəti ilə bağlı, hansı ki, borularda suyun keyfiyyəti pozula bilər. Eyni zamanda yeni tikilən binalarda su çənlərinin düzgün təmizlənməməsi də suyun keyfiyyətinə təsir edə bilər. Ümumiyyətlə, bu problem konkret olaraq nə vaxt həll edilə bilər? Hər hansı bir tədbirlər nəzərdə tutulurmu? Həm borulardan, həm də ki, MTK-lara nəzarət məsələsi də bu da gündəmdədir. Gözəl sualdır. Təbii ki, Dövlət Su Ehtiyatları Agentliyi, mən Bakı ətrafında istədiyim, Bakı ətrafında 12 mənbədən 35 dənə su anbarımızdan 49-a yaxın nöqtədən bizim 49 ədəd kimyəvi və fiziki laboratoriya nümunələri götürülür. Bunun yanında 5 dənə də mikrobioloji nümunələr götürülür. Bu, Azərbaycan standartlarına uyğun olaraq bu suların yoxlanılması və şəbəkəyə verilən suyun tam sağlam və düzgün suyun verilməsi təmin edilir. Dediyiniz kimi,
Diğer problemler artık şebekenin içinde veya MTK'ların çenlerinde olabilir. Bu devlet programı içinde biz sadece kanalizasyondan danıştık ama devlet programı sadece kanalizasyon hayatı içmeli su şebekelerinde hayat edilir. O köhnəlmiş borular, onlar hamısı yenilenecek, yeni borular olacak ama esas problem MTK'ların içindeki o su hövsələrini, yani su çenlerin, böyük çenler var bilirsiniz MTK'ların altında ve onlar suyu yukarı binanın diğer mertebelerini kaldırmakla məsuldurlar. Yeni qəbul edilmiş standarta görə AZS 909 səhv eləmirəmsə standartın adı, onlar ildə ən az bir dəfə həmin çənləri boşalıb təmizləməlidir. Bununla əlaqəli Dövlət Su Ehtiyatları Agentliyinin yanında suların istifadəsi və mühafizəsi dövlət xidmət, nəzarət xidməti yaradılıb və onlar həmin bu bizim digər qurumların, il şəhərlər və rayonlarda olan regional su xidməti ilə bərabər bütün bu MTK-ları yoxlamalarını, onların işinin düzgün aparılmasını, o təmizləmə işlərinin düzgün və vaxtında aparılmasını nəzarət edirlər. Bugünə qədər çox böyük nəticələr də var. Bir çox yerlərdə protokollar imzalanıb, cəzalar verilib və həmin MTK-ların o təmizlənməsinə məcburiyyət şəklində onlara standarda uyulmasını təmin edilib. Amma burada sadəcə mən düşünürəm ki, Dövlət Su Ehtiyatları Agentliyi və ya Nəzarət Xidmətinə deyil, vətəndaşların, həmin MTK-larda yaşayan vətəndaşların da özünün xeyrinə olduğu üçün öz binasında MTK-lar nədir? Mənzil tikinti kooperativləri. Həmin insanların bərabər qurduqları bir kooperativlərdir. Onlar da düşünürəm ki, bu işdə ya fəal olmalıdırlar. Öz binalarında bu standarta uyğun olaraq həmin çənlərin təmizlənməsindən əmin olmalıdırlar. Olmadığı halda siqnalları da bizə versinlər. Biz həmən müdaxilə edə bilərik. Yəni, bacarmayanlara biz köməyimizi də eləyirik. Əlimizdən gəldikcə o həmin təmizliyi də eləyirik. Bizim üçün çünki vacib olan o çənin təmiz olmasıdır, yoxsa onun kimin təmizləməsi deyil. Zaur müəllim, Bakıda içməli su ilə texniki suyun ayrılması mümkündürmü? Çox gözəl. Əslində vacib bir məsələdir. Çünki içməli suyu çox böyük prosesdən gedir. Biz suyu ucuz bir şey zannedirik, amma çaylardan gələn suyu çox böyük proseslərdən, təmizləmə proseslərindən gedir və ondan sonra şəbəkəyə verilir və bu suyu insanların içməsi üçün nəzərdə tutulur. Onu suvarmada və ya texniki məqsədlər üçün soğutmada və ya təmizlikdə istifadə olması, küçələrdə istifadə olması o qədər də məqsədə uyğun deyil. Bununla əlaqəli bəzi pilot layihələrimiz var. Yəqin ki, xəbəriniz var. Hövsan Ayrətsə bizim təmizləyici qurğuda onun reabilitasiya üstündə işləyirik. Hal-hazırda texnik iqtisadi əsaslandırma bitmiş və istiqamət təmin olundan sonra o işlərin başlanması, yəni inşaat başlayacaq və burada çıxan suyun texniki olaraq yenidən digər istiqamətlərdə, yəni sənayedə və kənd təsərrüfatında istifadə olunması nəzərdə tutulub. Bir pilot olaraq o başlayacaq. Buna yanaşı bizim digər planlaşdırdığımız 9 dənə təmizləyici qurğularının layihələrində bunlar hamısı indidən nəzərdə tutulub ki, o sular başqa istiqamətdə yox, təkrar istifadə olunsun. Burada önəmli olan məqam texniki suyun şəbəkəsi ilə içməli su şəbəkəsi bir-birinə tamamilə ayrı olmalıdır. Və ora bir insanların, yəni biz az əvvəl qanunsuz qoşulmalardan danışdıq. Qanunsuz qoşulma suyun itkisi və suyun nəzarətsiz istifadəsi deməkdir. Amma texniki suya kimsə nəzarətsiz qoşulub onu istifadə edirsə, sağlamlığa artıq təsir edə biləcək bir problem olduğu üçün bunların şəbəkəsi tamamilə yenidən və fərqli istiqamətli və istifadə olunacaq ərazilərə aparılmalıdır. O da bizim planlarımızdan biridir. Bu nə vaxta kimi planlaşdırılır? Hər hansı bir bu illə kimi gələn il? Hövsan bu il başlayacaq. Bəli, bu il başlayacaq. Onun layihələndirilməsi və işlər. O da təxmini bizim düşündüyümüz kimi bir 2 il ərzində o istifadəyə veriləcək. Ondan sonra həmin suyu artıq nöqtələr də bəllidir. Hansı istiqamətdə o su istifadə olunacaq. Təbii ki, vacib olan bizim Abşeronun şərq hissəsində olan kənd təsərrüfatı təyinatlı torpaqların suvarılmasında. Çünki biz oraya suyu yenə də Taxta Körpü anbarından Abşeron magistral kanalı ilə verilir. Amma buradakı bu təmizlənmiş suyu ora verməklə həm o suya da qənaət etmiş olarıq. Digərləri də hər bir öz bölgəsində, misal üçün Sumqayıtda eyni şey sənaye bölgəsi var. Sumqayıtda tikilən təmizləyici qurğu artıq işə başlanıb, onun modernizasiyası və yanında yeni 100 min kubmetr gündəlik təmizləyici qurğunun tikintisi nəzərdə tutulub. Oradakı suyu Sumqayıt ətrafındakı sənaye bölgəsində onların istifadə etdiyi suya texniki su olaraq oraya verilməsi. Eyni şəkildə Ələtdə təmizləyici qurğumuz nəzərdə tutulub, onun layihəsi hazırlanır və tikintisi başlanacaq. Orada da bilirsiniz, Ələt iqtisadi zonasında da o texniki suya ehtiyacı olan müəssisələr və yerlər olacaq. O suyu orada istifadə edəcək. Bunlar hamısı planlı və mərhələli şəkildə həll olunacaq. İşğaldan azad olunmuş ərazilərdə kifayət qədər yaxşı su mənbələrimiz var.
Sərsəng su anbarı olsun, eyni zamanda Həkəri çayı ilə də bağlı xüsusi bir layihə var. Bir çox layihələr icra olunur və bu suvarma sisteminə necə təsir edəcək həm mərkəzi Aran bölgəsinin, eyni zamanda Bakının içməli su təminatında da hər hansı bir layihə nəzərdə tutulurmu ki, işğaldan azad olmuş ərazilərdən artıq Bakıya da bir su dəstəyi verilsin? Evet, bizim bilirsiniz Azərbaycanın suların 70%-i bizim transsərhəd çaylardan gelir ama 30%-i sadece bizim daxili su ehtiyatlarımızdır. Bu 30%-in de böyük bir əksəriyyəti məhz Qarabağ bölgəsindədir. Yəni Qarabağ bölgəsi bizim su olarak əsas mənbəyimiz sayılır. Yəni dənizi duzsuzlaşdırmanı nəzərə salmaz. Dediyiniz kimi su qovuşan bizim tənzimləyici bir ambarda, ama orada Sərsəng su ambarımız var, 560 milyon kubmetrlik. Onun təmirinə bu il başlayırıq. Çünki onlar vəhşicəsinə istifadə edirlər. Üzr istəyirəm bu ifadəmə görə, amma başqa bir söz də tapa bilmirəm ki, necə ifadə edeyim. Onun təmiri olacaq və o su bizim Aran bölgəmizdə 100 min hektardan çox suyun suvarılmasında, Ağdam, Bərdə, Ağcabədi bu bölgelərdə suvarılmasında istifadə olunacaq. Onun sol kanalı, sol Tərtər sahil, Tərtər kanalı artıq tikilib, sağ kanalı da layihələndirib və tikintisinə başlayacağıq. Bundan başqa dediyiniz kimi bizim digər tərəfdə Həkəri, Bərgüşad çay çaylarımız var. Bərgüşad çayı üzərində ambarın tikintisi artıq başlanılıb. Orada bir 60 milyon üzerinde bir ambar tikiləcək. Zabuq çayda bizim 27 milyonluq bir yeni ambar artıq tikilib, istifadəyə verilib. O da 12 min hektarlıq bir ərazinin suvarılmasına təsirini göstərəcək. Bu illərə artıq bizim Həkəri çayı üzərində də bir ambarın tikintisi nəzərdə tutulub. 90 milyon üzərində də orada bir ambar tikiləcək. Amma Həkəri daha çox içməli suya xidmət edəcək. Çünki tamamilə hövzəsi Azərbaycan ərazisində azad Azərbaycanımızın qarı və çayı yağışları sayəsində dolan sudur, tərtəmiz sudur və bununla biz həm Qarabağda işğaldan azad olunmuş ərazilərdə məskunlaşmaya verilən içməli suyun təmin edəcəyik həmin sularla və layihə olaraq da hal-hazırda düşündüyümüz texnik iqtisadi əsaslandırma da o istiqamətdə işlərini davam etdirilir. O suyu bizim digər bölgələrə, içməli su olaraq digər bölgələrə verməsində çox böyük töhfəsi olacaq. Bakıya qədər gəlməsi araşdırılır. Hal-hazırda imkan olarsa təbii ki biz o suyu Bakıya qədər də gətirmək istəyirik, amma bunun dediyim kimi texnik iqtisadi əsaslandırılması nə qədər uyğun olub olmadığını yoxlandıqdan sonra hökumətə təqdim olunacaq. Bu da olarsa təbii ki biz onu həyata keçirəcəyik. O ki qaldı dediyiniz kimi kənd təsərrüfatının inkişafında çox böyük töhfələr olacaq. Bu ambarların həm Bərgüşadın, həm Sərsəngin Qarabağ bölgəsinin özündə 140 min hektardan çox əkin torpaqlar var. Onların suvarılmasında və digər Aran bölgəsində. Çünki bu sular sonradan Araz yolu ilə bizim Milmuğan Ovasına gəlirdi, amma biz bunu kanal vasitəsi itki olmadan ora qədər gətirə bilərik. Burada vacib olan məsələ kənd təsərrüfatında onu istifadə edən fermerlərin də artıq müasir sistemlərə keçməsidir. Çünki bu suya çox böyük yatırımlar olur, çox böyük vəsaitlər qoyulur və bu su ora gətirildikdən sonra onun hər damcısı biz üçün vacibdir. Yəni bunu keçmişdə olduğu kimi selləmə ilə suvarılması yenə effektivliyini itirəcək. Biz istəyirik ki, həm o sular müasir sistemlə ya damcı, ya pivot sistemi ilə qurulduğu zaman həmin sular çox daha effektiv istifadə oluna bilər. Bu suyun qənaətindən daha çox məhsuldarlığa da çox böyük təsir edəcək. Yəni su boşu-boşuna itkiyə getmədən məhz bitkinin dibinə girərək onun məhsuldarlığında da böyük töhfə verəcək. Bizim də kanallarda su itkisi hansı səviyyədədir? Artıq betonlama işləri, bir çox kanallar beton üzlükləri örtülüb. Bu kifayət qədər qarşısını alır. Amma ümumilikdə kanallarda su itkisinin qarşısının alınması üçün hansı işlər görülür? Suvarma kanallarında bizim bəli itkimiz çoxdur. Bütün sistemdə suvarmada təxminən 50%-ə yaxın bizim itkimiz var. Bu sadəcə kanallarla əlaqəli deyil. Bir də dediyimiz kimi o səlləmə suvarmanın da verdiyi itkilər var. Çünki 1 hektar bir əraziyə deyəlim ki, hansısa bir bitki üçün, misal üçün taxıl üçün 1000 kub, 1100 kub su suvarmada verilməlidirsə, o 1100 kubun taxıla bitkiyə çatması üçün bəzən 2000, 3000 kub metr su verilir. Və o üstdən axaraq təzədən kollektorlara tökülüb dənizə axır. Yəni bu itkilərin ümumi bizdə 50%-dən yuxarıdır. Amma dediyiniz kimi onun iki istiqamətli işlər aparmalıdır. Həm o suvarma sistemlərinin təkmilləşdirilməsi, müasir sistemə keçməsi və eyni zamanda bizim kanalların betonlaşdırılması və ya qapalı sistemə keçirilməsi. Bu istiqamətdə də böyük işlər görülür. Bildiyiniz kimi artıq Şirvan suvarma kanalı işə başlanılıb. O da 27-ci ildə biz onu təhvil verəcəyik. Çox böyük, Azərbaycanın ən böyük kanalı olacaq. 170 kilometrdən uzun, böyük 180 kubmetr suya qədər, yəni hal-hazırda Kürüdə gedən suyun yarısı qədər oradan su buraxma ehtimalımız olacaq və o su
itmədən, infiltrasiya etmədən son nöqtəsinə qədər itkisiz apara biləcəyik. Və bununla əlaqəli sadəcə itkinin azalması deyil, o artıq qalan su ilə biz daha çox ərazilər suvara biləcəyik. Burada əməlli böyümə nəzərdə tutulub, yəni Şirvan suvarma kanalının 200 mindən çox ərazisi olacaq suvarma ilə əhatə olunan. Bununla yanaşı Qarabağ kanalının, Qarabağ suvarma kanalının artıq layihəsi davam etdirilir. O da bu illəri onun ilə əlaqəli həm maliyyə qurumları ilə də danışıqlarımız gedir. Onun yenidən qurulması ilə əlaqəli. Eyni şəkildə Mingəçevirdən çıxıb Araza qədər gedən Qarabağ kanalımız, onun da yenidən betonlaşdırılması, oradakı itkilərin qabağının alması ki, Qarabağ kanalı bizim digər kanallardan fərqli olaraq bir çox yerlərdə tökmə üsulu ilə gedir. Yəni yerin yerdə qazılmanı deyil, tökülmə ilə aparılmış kanallardır. Burada itkilər çox daha böyük olur. Çünki tökmə torpağın su buraxma qabiliyyəti çox daha yüksək olur. O betonlaşma ilə də çox böyük biz qənaət əldə edəcəyik. Bu qənaət nə olacaq? Mingəçevir anbarımızda daha çox su olacaq. Onu biz ekoloji olaraq Kürdə də çox istifadə edə bilərik. Həm bu kanallarda və bu kanallarla gələn su ilə də çox daha böyük əraziləri suvara biləcəyik. Cənab Prezident hər çıxışında demək olar medianın rolunu xüsusilə qeyd edir. Və qurumlarda belə deyək də medianla iş bir kommunikasiya planı olur, hansı ki ona riayət edirlər. Sadəcə bizə maraqlıdır ki, bizim digər həmkarlara nə məsləhət görərdiniz ki, bu görülən işlər ərəfəsində belə deyək də birgə fəaliyyəti, yəni ki, həm sizin işinizi asanlaşdırsın, həm də ki, jurnalistlərin işini asanlaşdırsın. Çox sağ olun suala görə. Mən ilk sualınızda bir şey vurğuladım ki, bu hadisələr vaxtı bir çox dövlət qurumu ilə adlarında sadaladım. Bərabər əməkdaşlıq sayəsində bir çox şeylərə biz nail ola bildik. O 2 gün, 3 gün ərzində o bir-birinə köməkləşmə, bir-birinə dəstək bir çox fəsadların qarşısını aldı. Bu onu göstərir ki, biz bərabər olduqdan sonra bir çox şeylər əldə edə bilərik. Mənə elə gəlir ki, media olaraq, yəni biz bunu sadəcə dövlət qurumu və ya hansısa bir özəl şirkət və ya bir media portalı və ya xəbər kanalı olaraq deyil, bütün cəmiyyət olaraq düşünməliyik. Həm vətəndaşlar, amma vətəndaşların da maarifləndirilməsi təbii ki, media üzərindən getməlidir. Mənə düşünürəm ki, media burada bizə çox böyük dəstək verir əslində. Həm hadisələrin işıqlandırılması. Bunlar bizim üçün vacibdir. Bir çox yerlərdə sizə gələn məlumatlar da bizə gələrək biz ora vaxtında müdaxilə edə bilirik, vaxtında bir iş görə bilirik. Amma bununla yanaşı sadəcə problemi göstərməliyik. Bunun necə həll olunacaq? Bax, bugünkü düşünürəm ki, veriliş bu cür suallar və açıqlamalar insanlara ümid edirəm ki, bəzi şeylərdə açıqlama vermiş ola biləcəyik və insanlar nəyi planlandığı, necə gedəcəyini və nəticənin nə olacağını bilməlidirlər. Və sizin sayənizdə bu çox da geniş kütlələrə çata bilər. İnsanlar o şəkildə həm daha səbirli bu işə yanaşırlar, həm də dəstək ola bilirlər. Sadəcə bu məsələnin problem olduğunu yox, bunun həllinin də olduğunu görürlər. Biz bərabər eləyərək problem ortadadır. Biz bunu bilirik. Bunun həlli yolu hamımız bərabər o daşın altına bir əlimizi qoyub yerinə tərpət etməkdir. Mediada da burada böyük dəstək var. Mən bu vəsilə ilə də sizin bu verilişə də çox uğurlar arzulayıram. Çünki məncə yaxşı bir platformadır. Rəhbərlərin sadəcə hansısa bir saytda və ya bir media portalında çıxışı ilə deyil, üzbəüz belə suallar verə bilərsiniz. Onlar da öz mövqelərini bildirə bilərlər. İnsanlar da bundan görərlər kimin nə elədiyini, nə üçün elədiyini və nə isə eləmirsə hansı səbəblərlə, nəyi gözləyərək eləmədiyini daha aydın görə bilərlər. Son bir sualım var Zaxır müəllim. Yağışlar zamanı adətən sosial mediada həmişə belə bir fikir var ki, bu yağışları toplayıb sonradan istifadə eləsələr daha yaxşı olar. Yəni su qıtlığı da olmaz. İndi bilməm, bu buzlaqların səviyyəsi aşağı enir, qar örtüyü dağlarda daha aşağıdır. Bu birbaşa su mənbəyinə təsir edən amildir. Bəs bu yağış sularını həqiqətən də bu toplayıb, nə vaxtsa yağan vaxtda toplayıb sonradan istifadə etmək effektivdirmi? Yağış sularının toplanılması, toplanma yeri olmalıdır. Yəni bəzi yerlərdə bizim anbarlarımız sadəcə qar su ilə olmur. Yağışların da həmin çaylarda gələn daş, yəni anbara qədər olan bölgələrdə yağışların da həmin anbarlarda toplanması olunur. Amma deyirəm ki, Bakı-Abşeron yarımadasında həmin o su toplayıcılar həmin o göllər idi. Bugün dediyim kimi 300-dən çox göllər, həmin o göllər idi ki, o sular orada toplanılırdı. Təbii ki, bəzi yerlərdə bu şoran suyu da, yəni qatlar da qarışır. Onun hər birini individual olaraq baxmaq lazımdır. Bəzi yerlərdə yəni bizim deyəlim ki, hardasa bir yaşıllaşdırma yeridir. Orada bir
çən qurularaq sadəcə o bölgənin, yəni o parkın və ya o qazonun, o ağacların sulanması, o suların yığılması nəzərdə tutula bilər və onun üzərində də planlar var. Bizim bir çox yerlərdə Bakıda yeraltı sulardan, bu cür yağışlardan yığılan yeraltı anbarlardan suların istifadəsi hal-hazırda da edilir. Bəzi yerlərdə borular da çəkilərək və ya maşınla daşınaraq o su suvarmada istifadə olunur. Amma suyu toplamaq sadəcə bir yerdə 10.000 kub, 20.000 kub su toplamaq çox da böyük bir effekt və o sadəcə lokal olaraq bir yeri təsir edə bilər. Bizim suların toplanması əsas böyük anbarlarımızda, bilirsiniz. Yəni bir şey deyim ki, Mingəçevir su anbarının həcmi 15,7 milyard kub metrdir. Yəni Ceyranbatan gölünün ki, Taxta körpüdən gəlmə su ilə ödülür, 186 milyon kub metrdir. Yəni belə düşünün, Abşeronda bu 2 gündə yağan suyun miqdarı 300 milyon kub metrdə çoxdur. Yəni bunu toplamaq üçün o 300 milyonluq yer olmalıdır Abşeronda ki, onu ora toplayasan. Bu bəzi yerdə texnik olaraq mümkün deyil. Amma mümkün olan yerlərdə və o toplandıqdan sonra onun istifadə oluna biləcək yerdə bu məsələlər təbii ki, baxılır. Təşəkkür edirəm Zaur müəllim vaxt ayırdığınız üçün. Çox sağ olun. Hədunca sizə təşəkkür edirəm. Bizə ayrılan vaxt burada sona çatır. Növbəti buraxılışda görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Bir daha çox sağ olun. Çox sağ olun.